artıq yəni qısa məlumat Qarabağ Universitetində Həmkarlar İttifaqı Komitəsinin yaradılması münasibəti ilə tədbir keçirilib. Tədbirdə Qarabağ Universitetinin rəhbərliyi, professor müəllim heyəti, tələbələr, Azərbaycan təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəsmiləri və media nümayəndələri iştirak ediblər. Çox qürurverici bir andır. Biz Qarabağ Universitetində Həmkarlar Komitəsini təsis etdik. Bu bizə həm Qarabağ torpağında fəaliyyət göstərən Ali Məktəbin Həmkarlar Komitəsinin yaradılması kimi, eyni zamanda 30 il işğalda olan torpaqlarımızın azad olunması kimi qürurverici bir andır və böyük məmnuniyyətlə biz bu təşkilatı bu gün burada yaratdıq. Məqsədimiz odur ki, bu təşkilat Qarabağ Universitetində fəaliyyət göstərən, eyni zamanda təhsil alan tələbələrin bütün qayğılarla məşğul olsun, onların hüquqlarının müdafiəsini təşkil etsin, onların istirahətini təşkil etsin, kollektiv maraqlandıran, qayğılandıran bütün məsələlərlə nizamnamə çərçivəsində fəaliyyət göstərsin. Tədbirdə açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov qeyd edib ki, Həmkarlar İttifaqı Komitəsinin yaradılması əməkdaşların hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması, həmçinin universitetin ümumi inkişafına töhfə vermək məqsədi daşıyır. Tədbirin sonunda Qarabağ Universitetində təsis olunan Həmkarlar İttifaqı Komitəsinin komitə üzvləri və sədri seçilib.